Əziz izləyicilər, bu sual test toplusundan MİQ və qəbul imtahanına düşə biləcək sual tipidir. Deməli, piramidin oturacağı tərəfi A və iti bucağı alfa olan rombdur. Qeyd edirəm. Və piramidin daxilinə doğranı oturacaq müstəvisə beta bucağına gətirən kons çəkilmişdir. Bu bucaq betadır. Bizdən konsun həcmini soruşur. Deməli, rombun daxilini çəkmiş çevirən radiusu kiçik yer bərabərdir. A vurulsun sinus alfa bölünsün 2 düsturu hesablanır. Bu düsturun əzbərini bilməyənlər üçün sürətli şəkildə isbat verəcəm. Buradan bir hündürüyə indirirəm və buna yazıram h. Sinus alfanı bu üç bucaqdan tapmış olsam, deməli qeyd edirəm sinus alfa bərabərdir. Qarşıdakı katetin, yəni h-ın aya nisbəti. H buradan bərabərdir. A vurulsun sinus alfa. Rombun daxilini çəkmiş çevirən radiusu hündürlüyün yarısına bərabərdir. O zaman R bərabər almış oluram əslində. H-ı da tapmışam. A sinus alfa bölünsün 2. Bunu bilməyənlər üçün ayrıca qeyd etdim. Deməli, yazıram o zaman. Bu parça da rombun daxilini çəkmiş çevirən radiusudur. Gətirib qiyməti yerinə yazıram. A sinus alfa bölünsün 2. Bunu da yazıram H. İndi diqqət etirin. Bu düz bucaqlı üst bucaqdan B bucağının tangesini tapa bilərəm. Tangens B bərabərdir. Qeyd edirəm. Tangens bucaq B bərabərdir. H-ın A sinus alfa bölünsün 2-yə nisbəti. Çarpaz vurmuş olsam H bərabərdir. Tangens beta vurulsun A sinus alfa bölünsün 2. Və bizə deməli konsun həcmi lazımdır. V həcm bərabərdir. 3/1 S oturacaq. Oturacağı da radiusu A sinus alfa bölü 2 olan dairədir. Dairənin sahəsi pi r kvadrat. Yəni olacaq əslində nə? Bu da radiusda kvadratda olacaq A-nın kvadratı. Sinus kvadratı alfa bölünsün 4. Vurulsun H. H-ı da tapmışam. Qeyd edirəm o zaman tangens beta vurulsun A sinus alfa bölünsün 2. Sadələşdirmə aparmış olsam 3 vurulsun 4 vurulsun 2. Yəni olacaq əslində 1 bölünsün 24. Pi vurulsun. A kvadratını da aya vurmuş olsam A-nın kubu. Sinus kvadrat alfanı sinusa vurmuş olsam sinus kubu alfa vurulsun bir dənə tangens beta qalmışdı. Tangens beta. Yəni düzgün cavab o zaman olacaq Y variantı.